بسم الله الرحمن الرحيم والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. ألم تر إلى الذين يزكون أنفسهم. صدق الله العلي العظيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Ya ibadallah, usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Gəlin Allahın əmrlərinə itaat edək. Allahın qadağa etdiyi şeylərdən uzaq olaq. Əməllərimizlə Allahın razılığını əldə edək. Allahın razılığını əldə etməklə dünya və axirət səadətini əldə etmiş olaraq inşallah. Bugün xutbəmizdə, yəni birinci xutbəmiz, bir ayə oxudum. Qur'an-ı Kərimin Nisa surəsinin 49-cu ayəsi və o cümlədən Nəcm surəsinin 32-ci ayəsi. Bu ayələr haqqında çalışacağam və onun ətrafında olan bir neçə hədis siz əzizlərinin xidmətinizə söyləyim. Biz çalışırıq hər cümə bizim üçün, dünya və axirətimiz üçün faydalı olan mövzulardan ən əsası da Qur'an-ı Kərimdən ayələr və o ayələrin ətrafında olan rivayətlər seçim və bu bizim üçün faydalı olsun. Və bugünə qədər də çalışmışıq ki, səy eləyirəm, çalışıram. Allahın lütfüdür, inayətidir ki, fərqli mövzular danışaq və təkrarçılığa yol verməyək. Allah, bu da bir lütfdür, bizlərə əta edib. Şükürlər olsun Allahın mərhəmətinə, böyüklüyünə, əzəmətinə. Allah Teala Qur'an-ı Kərimdə, mövzumuz da budur. Bəzən insanlar, sadə dillə izah edeyim ki, belə bir hal, əksər hallarda bu insanlarda olur. Şeytan bu minvalla insanları məğlub etməyə çalışır. İnsan bir səhv etdikdə və ya xəta etdikdə, ona səhvin söylədikdə və ya ona deyildikdə ki, sən xəta eləmişsən, səhv eləmişsən, günah iş görmüşsən, çalışır bir minvalla, bəhanə ilə özünü haqlı çıxarsın. Yəni özünün düz olduğunu sübut eləsin. Əlbəttə bilir səhvdir, ona deyilir, sən bu günahı görmüsən, bu işi icra eləmişsən, bu xətanı eləmişsən, eləmə bu işi. Bu iş insanın axirətini əlindən alır, bu insanın əməllərini füç edir. Amma insan görürsünüz ki, çalışır ki, özünün düz olmağını sübut eləsin və özünü haqlı hesab edəsin. Və bu minvalla bəzən insan daxilən özünü haqlı hesab etdikdə, kənarda da onu bu əməlin sahibin olduğunu gördükdə, yəni yaxşı mənada, amma hansı ki, bu adam özünü zahirdə uzur göstərir. İnsanlar həmən o özünü yaxşı göstərmək, mən belə elədim, mən məsələn gecə namazı qılıram, mən oruç tuturam, mən həmişə Allaha şükür edirəm, mən günah eləmirəm. Bu minvalla görürsünüz, özünə o qədər bir arxayıncasına danışır və insanlar da ona bu yaxşı əməlinə, danışığına görə hörmət etdikdə görürsünüz ki, özünü digərlərindən üstün hesab etməyə çalışır. Bu təkəbbürlüyün bir, deyərdim ki, şöbəsidir, amma çox qorxulu və təhlükəli bir
haldır. Xüsusən şeytan bunu möminlərlə bu işi gördürür. Cahili bilirsən, cahildir, fasikdir, açıq-aşkar günah aşkarlıqda günah edir və bəzən o fasiqə də, facirə də deyildikdə sən günah iş görürsən, söyürsən, məsələn, şərab içirsən, qumar oynayırsan, sələm verirsən, bu şeyləri dedikdə görürsünüz çalışır özünü haqlı hesab edir. Bunu hamı tanıyır ki, onu dedikdə görürsünüz ki, bu adam səhvdir. Amma möminlər bu işi gördükdə, bəzən biri o səhvi gördükdə, deyildikdə digərləri ona inanmır və çünki onu yaxşı biri kimi tanıyır. Nəticədə bu özünü daxilən, yəni öz imanını yemiş olur və heçə çıxartmış olur. Allah Teala Nisa suresinin 49. ayəsində buyurur: "Ələm tərə iləllezine yuzakkuna enfusahum." Özlərinə peyğəmbərə xitab edir. Özlərini təmizə çıxardanları gördünmü? O dövrdə əsasən bu ayələr o dövrün, yəni Yəhudilər və qeyri-İslam müsəlmanlar, o cümlədən müşriklər və kafirlər çalışırdılar ki, özlərini haqlı çıxartsın. Amma Allah ömür versin Ağa Məkarim Şiraziyə, o təfsir-i nümunədə, o cümlədən digər təfsirlərə nəzər salsaq, onlar deyirlər ki, bu ayə tək elə Yəhudilər haqqında deyil. Bugün əgər bu xüsusiyyətdə, bu əqidədə, bu etiqadda adam varsa, həmən insana da bu aiddir. Bir sözlə, insan etiraf etməyi bacarmalıdır. Allah bizləri Əmirül-Mömininin vilayətində sabit qədəm eləsin. Əmirül-Möminin Həmmam xütbəsində təqvalıları, yəni özünü haqlı çıxartmayanları, yəni öz səhvlərini etiraf edən insanları bu cür təqdim edir bizə. Bu cür deyir ki, belə olmalıdır. Yəni mömin, təqvalı, namaz qılan, ibadət edən, oruç tutan bu xüsusiyyətdə, bu halda olmalıdır. Nəinki özünü haqlı hesab edib etiraf etməyir əməllərin. Bu cür etiraf etməməklə özünü gedib Allaha yetişdirə bilməz. Əksinə öz əməllərin etiraf etməklə Allaha gedib yetişə bilər. Əmirül-Möminin Həmmam xütbəsində buyurur ki, möminlər özlərinin az işlərindən razı qalmazlar. Baxmayaraq iş görür, cəmiyyətə fayda verir, xalqın xidmətində dayanır, ailəsinin xidmətində dayanır. Amma həmişə özünü qınayır ki, mən az iş görmüş olaram. Mən çox iş görə bilərdim. Mənə Allah bu ömrü, bu sağlamlığı, bu fürsəti veribsə, mən cəmiyyət üçün çox iş görə bilərdim. Və ya namaz qıldıqda mən çox namaz qıla bilərdim, çox ibadət edə bilərdim. Mən Qur'an oxuya bilərdim, amma səhlənkarlıq edirəm. Bu cür insan özünü danlasa, o qabağa gedəcək. Həzrət bu xütbədə deyir ki, təqvalılar, həqiqi möminlər, belə deyək, özünü danlayan, Allah huzurunda səhvlərini və cəmiyyətdə səhvlərini etiraf edən mömin bu cür olacaq. Özlərinin az işlərindən razı qalmazlar və əməllərini heç vaxt çox saymazlar. Mən namaz qıldım, namazların hamısını qılıram. Namazımı vaxtında qılıram. Məsələn, söyləyəndə və çalışıram onun nafilələrini də qılım. Gecə namazını da qılım. Mən necə lazımdır ibadət edirəm. Bu ağılda, bu düşüncədə hərəkət eləsən, deməli, sən hələ Allaha yetişməyə nə qədər sənin üçün maniyə və pərdələr var. Sən hələ o pərdələri dəf etməlisən. O mən bunu eləyirəm, mən çox eləmişəm, mən çox edirəm, mən bu işi görürəm. Onlar hamısı o mənlər bir pərdədir Allaha yetişmək üçün. Sən gərək hamısını onu yırtasan, kənara çəkəsən, gedib Allahın huzuruna yetişə biləsən. Özlərini həmişə günahlandırarlar. Həmişə özünü günahlandırar. Mən bu işdə səhv elədim. Mən gərək
keçən ay və ya ibadətlərimdə daha diqqətli olaydım. Eləməmişəm, keçən ayda diqqətli olmamışam, cemaat namazına önəm verməmişəm, keçən həftə cümə namazına önəm verməmişəm, bundan sonra özünü günahkar hesab etməlidir. Nəinki bəhanə tutmalıdır. Elə qoy günümüzün bəlası bu cümə namazı, cümə günləridir insanların gəlməməyi, ondan başlayır. Bəhanə tutasan ki, işim var idi. Keçən cümə getmişdim də, nə bilim, izləyirəm də sosial şəbəkədə xütbəni, bu bəhanələrlə ruhaniləri, canlı xütbə edənləri, nə bilim, müxtəlif bəhanələr gətirərək cüməyə gəlməmək üçün özünü haqlı hesab edir. Məscidə, tək bu məsciddən söhbət getmir, ümumilikdə məscidlərdən söhbət gedir. Amma mömin gərək özünü danlıya, özünü həmişə günahkar hesab edə ki, niyə mən cüməyə getmədim? Və ya hansı naqis əməl gördüm ki, mən bu cümə məscidə gedə bilmədim və ya mən bugün cemaat namazına qoşula bilmədim və ya bu yaxşılığı edə bilmədim. Bir fəqirə xidmət, bir kasıba xidmət edə bilmədim. Ata-anama xidmət edə bilmədim. Bugün nə oldu mən ata-anamın başına qışqırdım? Hansı günaha eləmişdim ki, şeytan məni Allahdan uzaqlaşdırıb bu işi görməyə vadar edir? İnsan gərək Əmirul Müminin Həmmam xutbəsində deyir, daima özünü günahlandıran. Nəinki özünü üstün saya digərlərindən. O bir dövrdə bir abid var idi, çox ibadət edirdi. Həmişə namaz qılanda, məscidə gələndə deyir, əlhəmdülillah, şükür Allaha, bu ifadələrdən işlədirdi ki, mən namazlarımı vaxtımda qılıram, mən müstəhəbbi əməlləri də hətta icra edirəm. Başlayırdı bu cür minvalla öz əməllərin böyük görməyə. Cemaat da bunun bu xüsusiyyətini eşidəndə, görəndə ona ehtiram edir. Bir gün məscidə gedəndə bir kasıb ondan kömək istədi. Yəni öz imdad əlini ona uzatdı. Dedi, mənim dərdim bundan ibarətdir, mənim çətinliyim bundan ibarətdir. Bu şəxs dedi ki, mən sənin tayın deyiləm. Mən ibadət əhliyəm, namaz qılıram, oruç tuturam, gündəlik məscidə gedirəm. Sən heç bunların heç birini eləmirsən, ona görə sən bu əməlin, bu cür Allah səni imtihan edib və bu cür köməyə möhtac edib, kimlərinsə köməyinə möhtac edib. Başladı burada da öz namaz orucların məscidə getməyin önə gətirməyə, həmən bu fəqiri alçatmağa. Yazırlar ki, həmən fəqir insan başını aşağı saldı. Dedi, sənin namazın ola bilər, amma mənim də bir sınıq qəlbim var. Əlbəttə, insanlarla gərək doğru, dürüst rəftar olmaq, xüsusən ibadət əhli. Görürsünüz, bizim namazımızı şeytan hansı isə namaz qılmayan bəlkəmdə bir fəqirin əli ilə şeytan heç elətdirə bilər. Bunu dedikdə yazırlar ki, həmən şəxs bir gün yuxuda gördü ki, qiyamət səhnəsi yatdı, Allah onu o cür imtihan elədi. Yuxuda qiyamət səhnəsi yaradılıb və Allah Taala'nın mələkləri nida edir, çağırır. Məsələn, hardadılar namaz qılanlar? Hardadılar Ramazan ayının orucun tutanlar? İndi hər əməlin sahibləri qiyamət günü çağırılacaq. Deyir, bu şəxs, dedi, mən də yuxuda idim. Həmən an səhnədə mən də durdum ayağa. İstədim o qıldığımın namazların, ibadətlərin mükafatını alam. Mənə Allahdan deyildi ki, mələklər tərəfindən sənin heç bir əməlin mükafatı yoxdur mənim Allah tərəfindən. Hansı ki, həmişə namazında diqqətli olmuşdu. Amma bu təkəbbürlük, bu özünü böyük görməklik, öz səhvlərini etiraf etməmək halı xüsusiyyəti bunda bir xəstəliyə çevrilmişdi. Bunun ruhuna, vücuduna şaxa salmışdı. Dedi, pərişan oldum, dedim, ey mənim aləmlərim Rəbbi olan Allahım. Axı mən də namaz qılmışam, oruç tutmuşam. Dedi,
sən namaz qılmamısan, qılmısan, amma özünü böyük görmək üçün, göstərmək üçün namaz qılmısan, mənim üçün namaz qılmamısan. Və Allah yazırlar, deyir ki, həmən vaxtı bütün o gördüklərimi Allah qiyamət günü sanki bərpa olunub, mənə göstərildi ki, bəli, filan kəsin xətrinə dəymişəm, yenə də orada da namazımı ortalığa gətirmişəm. Məsələn, biri ilə danışanda çox rastda gəlir, mən hacıyam, mən 3 dəfə məsələn filan yerdə olmuşam və ya məsələn, müxtəlif formada mən bu işi, mən namaz qılım, mən daima Rəcəb Şəbanın orucunu tutanam. Yəni, başlayır bu cür deməyə. Mən heç vaxt Rəcəb Şəbanı boşa verməmişəm. Nə bilim, həmişə bir fəqir mənim qapıma gələndə onu naümid qaytarmamışam. Bu sözləri deyir daimi cəmiyyətdə. Niyə? Amma niyyəti əgər xalisdirsə heç. Amma bəzən olur ki, özünü yaxşı bir hörmətli insan kimi təqdim eləsin, üstün bir adam kimi təqdim eləsin. Allah Taala'dan da ildi ki ona, sənin əməllərin buna görə olub, mənə görə olmayıb. Özünü cəmiyyətdə hörmətli hesab edəsən, üstün şəxs hesab edəsən deyə, hesab eləsinlər deyə, buna görə sənin əməllərin puç oldu. Deyir, ayıldım yuxudan və etdiklərim bu xətaları. Çünki insanı insandan yaxşı tanıyan heç kim olur. Allahdan başqa heç kim tanıya bilməz. Hər kəs öz daxilində, öz vicdanı ilə özünü yaxşı tanıya bilər. Dedim ki, Pərverdigarı alam. Mən bugünə qədər nə xəta səhvlər eləmişəm. İndi etiraf eləmişəm. Nə qədər yaxşı əməllərim var, səndəndir. Allah bunu sən mənə əta eləmişsən. Baxın, müminlər, birinci özümə deyirəm və sizlərə də bu tövsiyəni deyirəm. Nə qədər yaxşı əməllərimiz var, şükür edək Allaha, Allah, bu yaxşı əməllər səndəndir. Həmən şəxs dedi, ayrıldım, başladım Allaha dua eləmə. İlahi və Rəbbi, nə qədər yaxşı əməllərim var, bu əməllər səndəndir. Nə qədər pis əməllərim var, onlar hamısı məndəndir. Mən günahkar bəndə, mən aciz bəndə bu xətanı eləmişim. Allah Teala Quran-ı Kərimin Nəcm surəsində buyurur ki, فَلَا تُزَكُّوا أَنْفُسَهُمْ Özünüzü təmizliyə çıxartmayın. İnsanlara xitab edir. Huvə ə'ləmu bimən ittəqa. Çünki kimin təqvalı olduğunu Allah daha yaxşı bilir. Sən hədə ilə mən təqvalıyam, mən üstünəm. Allah bəndələrinə deyir ki, özünüzü üstün təmizə çıxardıb üstün hesab eləməyin. Mən bilirəm təqvalı kimdir, ən üstün kimdir. Sən hədə ilə, cəmaat səni hər tanısın təqvalı kimi. Mən səni tanıyıram. Bir gün cızığın çıxarsan, həddi aşarsan, Allah sənin o eybəcər xüsusiyyətini açacaq, cəmiyyətdə deyəcək, filan kəsə biz bir ömür ehtiram eləmişik, sən demə bu yolun yolçusuymuş. Allah bir gün, əlbəttə səttarul uyubdur, eyibləri örtəndir. Amma həyasız insanı dəfələrlə ona güzəşt gedəndə gördü ki, bu bəndə artıq həyasızlıq edir, həddi aşır, mütləq şəkildə onun eyib və nöqsanını bir dəfədə olsa açacaq, onu cəmiyyətdə xar və zəlil edəcək. Odur, insan daima gərək özü ilə hesabat apara və öz əməllərini, Əmirul Möminin Həmmam xütbəsində dediyi kimi, öz əməllərini kiçik görüb, özünü daima günahkar hesab edib, özünü danlamalıdır. İmam Hüseyin əleyhissalatu vəssalam Ərəfə duasında, yəqin ki oxuyanlar olub, gözəl bir münacatı var. Həzrət günahkar deyildi, məsumdur İmam Hüseyin əleyhissalam. O məsumlardandır ki, Allah onları Quran-ı Kərimdə pak və təmiz şəxslərdən hesab edir. Amma həmən Allahın yeryüzündə olan höccəti Ərəfə gün Allah sizə həc nəsib eləsin, Ərəfə çölündə gedib Həzrəti Əbu Əbdillah el-Hüseynin o duanın oxuduğu yeri görəsiniz. Oradan adamın tükləri biz olur, dəhşətə gəlir. Həzrət buyurur, İlahi, ənəlləzi əsə'tu, İlahi, pislik edən mən oldum. Yəni bizə deyir ki, insan övladı
Pislik etmeyi de bacararsan. Çünkü mümkündür insan birine pislik de eylesin. Heç kim deyə bilməz, mən heç kimə pislik etmərəm. Ola bilsin bugüne qədər etməmişsən. Amma bu cür desən ki, mən heç kimə pislik etməmişəm və etmərəm, bir gün şeytan sənin bu zəif yerindən tutub, sənin vasitəndən digərinə pislik etdirməyi bacarır. Adam görsən birine qarşı qəzəblənir. Şeytan adama tov gəlir. Bu işi gör, sənin əlindədir. Rahat onu yıxa bilərsən, rahat onu belə deyək, vura bilərsən. Həmən adam da belə cuşa gəlir, deyirsən ki, bu hörmətsizliyi mənə eləyir, qoy mən də bu hörmətsizliyi eləyim. Sonra insan bir Allah'ın dediklərinə öz beynində xatırlananda, öz kimliyini düşünəndə, öz belə deyək, insanlığını öz gözünün qabağına gətirəndə deyirsən, o eləyir də, qoy o eləsin də, nə eləyir eləsin, mən niyə bunu eləyim? İlahi ənəlləzi əsəhtu, ilahi pislik edən mən oldum. Ənəlləzi əxta'tu, səhv edən mən oldum. Baxın, ümumiyyətlə elə namazlarda da bu ibarələrimizi desək, etiraf eləsək, hər namazda Allah'tan çağırış bu cür eləsək, inanın çox bizim imanımıza, etiqadımıza təsir olacaq. Müsbət bir aura yaranacaq bizim mənəviyyatımızda, bizim ruhumuzda. Ənəlləzi həməmtu, günaha meyl edən mən oldum, ey mənim Allahım. Ənəlləzi cəhiltu, cahillik edən mən oldum. Bir nəfər dursun ayağa burada desin ki, mən heç vaxt cahillik etməmişəm və ya mən heç vaxt xəta etməmişəm. Deyə bilər. O bilirsiniz də Həzrəti Musa'nın dövründə o günahkarı dedikdə dedik, kim günah deyir, o zina eyləni daşqalaq etmək, günahkarı daşqalaq dedik, kim əgər bir günah etməyibsə, həmən insan gəlsin məni daşqalaq. Yəni hamımız məsumlardan başqa biz insanların günah və xəta nöqsanları var. Özümüzü heç kimdən üstün saymayaq. Baxın, elə Ərəfə duasının bu hissəsinə diqqət eləsək, hərə özü öz daxilində, öz vicdanı ilə, özü ilə hesabat aparsa, bu 5-10 pis xüsusiyyətlərdən birini ən azı görsən insanların biri edib. Nə qədər unutqanlıq var bizdə. Bəzən namazımızın vaxtını da unuduruq. Bəzən digər məsələlərdə unutqanlıq edirik. Bəzən bizə qarşı olunan yaxşılığa qarşı, öz yaxşılıq etdiyimiz adamlara qarşı unutqan oluruq. Bəzən bizə qarşı 10 yaxşılıqdan 9'u olunur, biri olunmayanda o 9'un ayaq altına salırıq ki, apar onu qaytar. Mən filan ağız açdım ona, bu işi mən üçün görmədi. Düşünməlisən, bu 9 dəfə bu işi mən üçün görüb. Niyə bir dəfə görəndə mən o 9'un heç hesab eləməliyəm? Elə qoy suizən eləyim onun, hüsnü zən eləyim onun haqqındakı. Bu adam 9 dəfə bu yaxşılığı mənə eləyibsə, bir dəfə elə bilməyibsə, deməli bunun gücü, qüdrəti buna çatmır. Amma şeytan deyir, yox, elə deyil. O bilə-bilə sənə kömək eləmir ki, bu işdə uduzasan. Görürsünüz? Ənəlləzi qəfəltu, ey mənim Allahım, qəflətdə olan mən oldum, mən qəflətdə oldum. Mən sənin haqqında qəflətdə oldum. Nə qədər şeytan bizi vacib işlərdə qəflətə aparıb. Yuxudayıq, şirin yuxudayıq, belə deyək, heç xəbərimiz yoxdur Allahın o əmrlərindən, o qadağalarından. Ənəlləzi nəsitu, ey mənim Allahım, unudan mən oldum. Amma sən məni unutmadın. Biz nə qədər Allahı unutsaq da Allah bizi unutmur. Hətta günahkar bəndələrin belə unutmur. Ənəlləzi təməttu, özümə güvənən mən oldum. Elə dedim, mən eləmişəm, mən bunu bacararam, mən bu işi eləyərəm. Mənəm dedim, həmən bəndə mən oldum. Ənəlləzi nəəmməttu, bilə-bilə günah edən mən oldum. Ənəlləzi vəədtu, sümmə əxləftə, vəd verib sonra vədimə xilaf çıxan mən oldum. İndi təsəvvür edin,
Bu boyda günah ve xətaların müqabilində insan necə özünü digərlərindən üstün hesab edə biləcək? Necə deyə bilər ki, mən digərlərindən üstün bir varlığam? Əgər bu sadalanan, bu İmam Hüseyin Aleyhisselamın Ərəfə duasında deyilən o mənfi hallardan biri məndə varsa, mən necə deyə bilərəm ki, mən filan kəsdən üstünəm, mən Əlidən, Məhəmməddən, nə bilim, filan kəsdən üstün ola bilərəm və üstünəm. Necə bu sözü deyə bilərəm? İmam Cəfər Sadiq Aleyhissalatu vesselam buyurur ki, bəndə günahını etiraf etdikcə Allah ona mərhəmət edəcək. Özünü günahsız bildikdə isə onu öz nəfsinə, yəni öz başına buraxacaq. Özünü adam var, heç vaxt günahkar hesab eləmir. Bəzən olur insan, görürsünüz, müəyyən məsələlər olanda insan çalışır, onunla mübarizə aparsın, özünü saflığa çıxartsın, amma təklikdə bir insan o səhvini etiraf etməyi bacarmalıdır. Ən azı o an, belə deyək, şeytan səni aldadıb, sənə güc gələ bilirsə, o səhvi etiraf edə bilmirsənsə, sonradan bir şərait yaradıb öz səhvi həmən dosta etiraf eləməlisən. Mən bu səhvi eləmişdim və etdim. Yetər ki, belə deyək, o halla dünyadan getməyək. Allah-u verə öz izzət-i cəlalına, Allah Teala bizləri səhvlərimizi etiraf edib,